Axşamınız xeyir. Hər kəsi xoş gördük. İnşallah ki, hamı yaxşıdır, hər şey qaydasındadır. Bugün təlimlərimizdən ikinci gün və biz biznes haqqında danışacağıq. Biznes haqqında danışarkən bizim məhsul dövriyyə ilə bağlı belə bir məsələmiz var. Onlayn sifariş qaydası. Çox heyfsizlər olsun ki, hal-hazırda bir çox adam bunu bilmir və yaxud da bilənlərdə də müəyyən çətinliklərlə rastlaşırıq. Əslində çətinlik deyil, sadəcə bilməməzlikdən irəli gəlir və rəhbərlərimizin fikri ilə belə məsləhət oldu ki, bugün biz onlayn sifarişin qaydası haqqında və yaranan suallarla bağlı cavablandıraq və keçid edək. Əvvəlcədən xahiş edim, hər kəs mümkün qədər mikrofonlara diqqət eləsin. Artıq səslər gəlməsin, çünki biz ekran görünüşü etməliyik və heç bir problem olmasın. Mövzu genişdir, çünki bir neçə sifariş növləri var ki, onlar haqqında sizə ətraflı məlumat vermək istəyirəm. Aha, общем. Демонстрация экрана. На весь экран. Показать. Все. Все. Я могу выйти. Aha, demək. İlk növbədə sifariş etmək üçün mən hər zaman vurğulayıram ki, mümkün qədər onlayn sifarişlər, əgər böyük sifarişlərdirsə, əlbəttə ki, biz onlayn etməyə məcburuq və onlayn sifarişin üstünlüyü ondan ibarətdir ki, biz uzaq məsafədə olan insanlara və yaxud da Bakıdan kənarda yaşayan insanlara çox rahatlıqla məhsulları çatdıra bilirik. Əvvəllər onlayn çatdırılma xidməti olmadığında biz poçt vasitəsilə rayona gedən avtobuslarla, marşrutlarla məhsullarımızı yola salırdıq. Bu da bizim işimizdə çətinlik yaradırdı. Şirkət bütün bunları nəzərə alaraq, yəni digər ölkələrdən biz bilirik ki, 65-dən çox ölkədə həm onlayn, həm də offlayn şəkildə xidmət göstərir. O cümlədən də son illərdə Azərbaycanda da onlayn çatdırılma xidməti təşkil olundu və bu bir çoxlarının, o cümlədən də mənim işimə yaradı. Çünki çoxları bilir ki, mən Sumqayıtdan hər zaman ofisə gəlirdim və sifarişləri çatdırmaq həqiqətən çətin olurdu. Çünki istər-istəməz paketlərlə gəzmək rahat deyildi. İndi bu barədən çox rahatıq, çünki sifarişi istənilən anda, istənilən yerə çatdıra bilirik. Buna görə də indi mən sizə, yəni sifariş qaydasını, əslində sifariş etməyi, məhsulları səbətə yığmağı bir çoxları bacarır. Sadəcə işi başdan başlamaq üçün mən çalışacağam sizə daha ətraflı və xırdalıqlarına qədər nəzərinizə çatdırım. Yəqin ki, əlinizdə dəftər qələm var və ardıcıllığı qeyd edəcəksiniz. Biz daxil oluruq Google-a. Hər zaman vurğulayıram. Mümkün qədər sifarişlərinizi şirkətin rəsmi saytından vurun. Səbinə xanım, çox üzr istəyirəm. Bir dənə şey əlavə edeyim. Yəni bu dinləyici qismində olmamalıyıq biz bugünkü təlimdə. Mütləq qeydlər aparılmalıdır. Çünki hamımıza lazım olan bir məsələdir və bundan sonra daha çox lazım olacaq bir məsələdir. Ona görə hamı dəftər qələmini əlində hazır vəziyyətdə saxlasın. Səbinə xanım dedikcə qeyd edin. Çünki işimizin əsas hissəsi müştəriləri və məsləhətçiləri onlayn sifarişlə tanış etmək. Çünki işimiz nə qədər asanlaşarsa, bizim işimizin irəliləməsi də o qədər bizim xeyrimizədir. Demək, birinci rəsmi saytdan daxil oluruq şəxsi kabinetimizə. Mən bugün öz saytım üzərində, öz şəxsi kabinetimə daxil olaraq sifariş vuracağam. Bunu da canlı olaraq sizlərə göstərəcəyəm. Demək, daxil olduq şəxsi kabinetimizə. Biz buradan, demək, bu şəxsi kabinetə daxil olarkən ilk növbədə belə bir səhifə açılır. Buradan çoxları bilir və bura daxil olduqda
bu yarımbaşlıqları görürük. Sağlamlıq, idman, kosmetika. Bizə lazım olan məhsulları istədiyimiz halda biz buradan seçim edirik. Sifarişimiz. Baxın, demək, məhsul vurduqda bu məhsul Omega Nordic aksiyalarda olduğuna görə birbaşa ekrana gələ bilər. Amma biz buradan da daha ətraflı basıb həmən aksiyalara daxil ola bilirik. Və aksiyaları seçim qaydası bu formadadır. Daxil oluruq. Məsəl üçün, bizə lazım olan məhsulları seçirik. Baraga Amarant, Omega Nordic, bir dənə də. Buradan da demək, avtomatik olaraq artıq bizə təklif olunan hədiyyələr çıxır. Davam edim. Səbətə əlavə et. Səbətə əlavə olundu. Əgər növbəti aksiyaya davam etmək istəmiriksə, ekranın sağ tərəfdə solda olan X işarəsinə basırıq. Biz yenidən qaydırıq səbətimizə. Fikir verirsiniz, aşağıda 95 manat, aşağıda sağ tərəfdə 95 manat və 70 bal dəyərində məhsulumuzun artıq səbətdə olduğunu göstərir. Nəzarət üçün yenidən daxil olub baxa bilərik. Ola bilər ki, biz məhsulu vurduqda baxırıq ki, Omega Nordic endirimdədir və yaxud da aksiyada işləyir. Bunu ləğv də edə bilərik, saxlaya da bilərik. Mən hələlik ki, ləğv edirəm. Demək, arxayın oldum ki, mənə lazım olan məhsullar buradadır. Ola bilər ki, mən idman seriyasından məhsul seçmək istəyirəm. Daxil oluram idman seriyasına. Məsəl üçün, bir dənə kükürt MSM məhsulumuzu vurmaq istəyirəm və artıq xüsusi təklif çıxdı ekranda. Mən buradan seçim etməyəcəm, sonra sizə göstərəcəm. Demək, bu idman seriyası, yəni bu yarım başlıqlardan, göründüyü kimi yarım başlıqlardan istədiyimiz məhsulu seçə bilirik. Buradan isə təmizlənmədən üz yuma köpüyünü seçirik. Siz istənilən məhsulu, yəni bu formada seçim edirsiniz. Artıq bizə lazım olan məhsullar səbətə yığıldığına görə biz bununla işimizi bitmiş hesab edirik. Və ola bilər ki, məhsulları seçim edəndə biz ümumi aksiyalara və endirimli məhsullara baxmaq istəyirik. Bu zaman biz nə edirik? Həmin bu aksiyalar yarım başlığına giririk, daxil oluruq. Burada ayın aksiyaları xüsusi bir səhifədə göstərilir. Bir-bir baxırıq, nəzarət eləyirik. Bu arada yeni aksiya var. 2 çay al və ikincisi 50% endirimlə. Super aksiyadır. Yararlanmağa dəyər. Digər aksiyalarımız isə burada. Bu formada, yəni aksiyanı istifadə etmək istəyiriksə, üzərinə basırıq, seçim edirik və sonda səbətə əlavə et daxil edən kimi avtomatik səbətə daxil olur. Bu bizim ümumi, belə deyək, sifarişimiz. İndi biz sifarişi tamamlamaq üçün nə etməliyik? Daxil oluruq yenidən səbətə, sağ tərəfdə, aşağıdan səbətin üzərinə vururuq və bu bizim hazırda mövcud olan səbətimizdir. Bu məhsulları biz burada nəzarət edirik. Ola bilər ki, hər hansısa bir məhsulu, sifariş vuran ərəfədə hər hansısa bir məhsulu fikrimizdən keçir ki, biz bu məhsulu istəmirik. İstənilən anda həmin ekranın sağ tərəfində fikir verirsiniz, burada kiçik bir X işarəsi var. Məsəl üçün, göstərək bu X işarəsini. Siyahıdan istənilən 3 məhsulu al və bədən kremə hədiyyə et. Məsəl üçün, o aksiyanı ləğv etmək istəyirik. Yüngülcə toxunuşla biz artıq həmin məhsulu zəmbildən təmizləmiş oluruq. Və yaxud da ola bilər ki, sifarişi yenidən yığmaq istəyiriksə, fikir verirsiniz burada ekranda, zəmbili təmizləmək. Onu basan kimi avtomatik hər şey ləğv olunur. Amma bizə o lazım deyil.
biz istəyirik ki, sifarişimizi tamamlayaq. Bir məsələni vurğulayaq. Demək, onlayn sifarişlər əgər pulsuz əldə etmək istəyirsinizsə, mütləq şəkildə məhsulunuzun miqdarını, yəni məbləğini 50 manatdan yuxarı etməliyik. Burada 38 manat göstərir. 38 manat əlbəttə ki, pulsuz çatdırılma olmayacağını nəzərə alaraq biz hər hansı bir məhsulu daxil edə bilərik. Məsəl üçün 2 ədəd eləsək, siz istənilən məhsulu seçə bilərsiniz. Demək, 59 manat 50 qəpik bu avtomatik sifarişin tam pulsuz çatdırılmasını göstərir. Burada sifarişi tərtib daxil oluruq. Aha. Demək, məndə avtomatik alınma üsulu olduğuna görə görürsünüz, mənim ünvanım yazılıb. Mən bunu dəyişirəm. Yəni, göstəriş olsun deyə sizlər də hansı formada tərtib etməlisiniz ünvanı ki, düzgün olsun ünvan. Onu yenidən tərtib edəcəyəm. Davam edin düyməsinə basırıq. Deyəsən, internetlə bağlı problem var. Bizi söndür oradan. Aha. Demək, burada olan ünvanlar bizə maraqlı deyil. Hal-hazırda biz yeni ünvan yaratmaq fikrindəyik və Butulka. Bax, butulka. xahiş edirəm, mikrofonlara diqqət eləyək. Demək, ölkə olaraq Azərbaycan qalır. Bununla heç bir işimiz yoxdur. Yaşayış məntəqəsi, mən Sumqayıtda yaşadığıma görə Sumqayıtı bura daxil edirəm. Yazan kimi fikir verirsiniz, siyahı olaraq özü avtomatik çıxır və Sumqayıt Abşeron üzərindən vurduqda artıq ora düşür. Küçənin adı yazmaq üçün mən 41A məhəllə, bizdə məhəllə olduğunu məhəllə yazıram. Sizlər əgər hər hansı bir Bakının hər hansı bir rayonuna göndərirsinizsə, həmin bu Sumqayıt yazdığım hissədən hər hansı bir, məsələn, Sabunçu. Fikir verdiniz, burada Sabunçu Abşeron çıxdı. Onun üzərinə vuran kimi avtomatik həmin ünvana gedir. Bizə bu lazım olmadığına görə, buradan isə, bu hissədən isə küçənin adı, nömrəsi qeyd olunur və mütləq şəkildə ulduz qoyulan sahələr mütləq şəkildə doldurulmalıdır. Əks təqdirdə sifariş alınmır. Və ən sonda bir məsələni qeyd edeyim ki, son zamanlarda bir çoxlarının da qarşılıq yaradan, çünki avtomatik ünvanlar düşür, lakin mütləq şəkildə indeks əlavə olunmalıdır. İndeks son sifarişlərdə tapşırılır ki, mütləq şəkildə indeksləşmə getdiyinə görə indeksə əlavə etməyə məsləhət görürlər. İndeksi tapmaq üçün ən yaxşı üsulu nədir? Daxil oluruq biz, bir dəqiqə, Google-dan, buradan yazırıq, Sumqayıt, demək, mən məhəlləni yazıram, poçt indeksi yazdıqda, baxın, avtomatik belə bir siyahı açılır və biz özümüzə yaxın olan bir kodu seçirik. Hal-hazırda burada göstərilən kodlardan
AZ 5000 Sumqayıtın əsas poçt indeksidir. Mən öz poçtumu rahat arxayın bildiyimə görə onu qeyd eləyirəm. Siz də yaşadığınız ünvanı və yaxud da ki, məhsulu vuracağınız ünvanı burada Google-da axtarış verməklə çox rahatlıqla həmin bu indeksləri burada görürsünüz. Fikir verirsiniz? İndekslər var burada. İndi qayıdırıq öz sahəmizə. Mütləq şəkildə indeks əlavə olunanda mütləq şəkildə AZ yaddan çıxmasın. Yəni o nömrə baş hərflər yazılmalıdır. Fikir verdiniz, hamısı avtomatik dolduğuna görə artıq hazırdır düyməsi burada göy rəngdə yanır. Bəzən olur, hər hansı bir səhvə yol veriləndə, hər hansı bir xana doldurulmayanda bu hazırdır düyməsi göy rəngdə olmur və ona nə qədər istəsəz belə üstündən basa bilmirsiniz. Mən əlavə etdim. Fikir verdiniz? Gəldi bura. Əsas yaşıl, ola bilər ki, burada bir neçədən ünvan var. Yaşıl xət hansının üzərindədirsə, demək məhsul həmin ünvana gedir. Aşağı düşürük. Ad soyadımıza baxırıq. Mobil nömrənin həqiqətən işlək mobil nömrə olduğuna bir daha əmin oluruq və burada hazırdır düyməsini basırıq. Bilirsiniz, yenidən təkrar çıxır və biz burada yenidən öz ünvanımıza və alıcının ünvanını qəbul edən mobil nömrəni yenidən nəzarət eləyə bilirik. Sonra belə bir ödəniş qaydası səhifəsi açılır, xanası açılır. Burada bir məsələni qeyd edeyim. Ola bilər ki, bonusunuzda pul var və həmin bonus əgər sizin sifarişinizi tamamilə ödəyirsə, məsəl üçün, bizim sifarişimiz 59 manat 50 qəpik idi, amma hesabımızda 65 manat pul var. Bunu tamamilə də ödəyə bilərik. Məsəl üçün, bura 59, 50 də daxil edə bilərik. Və yaxud da istəyirik ki, bir hissəsini bonusdan, bir hissəsini kartdan ödəyək. Bu zaman 40 manat buradan qeyd edirəm. OK basan kimi avtomatik fikir verdiniz, ümumi ödənişdə 19 manat 50 qəpik görsəndi. Və biz artıq ödənişin digər hissəsini bank kartı ilə ödəyəcəyik. Burada vurğulanıb, burada yazılıb. Və sifarişi tamamlayın. Sifarişi tamamlayırıq. Yenidən belə bir səhifə açıldı. Fikir verirsiniz, məhsullarım burada. Yenidən nəzarət edirəm və belə bir hissəyə gəldik, çatdıq. Yekun ödəniş 19 manat 50 qəpik göstərir. Bonuslarla ödəniş 40 manat göstərir. Hər şey açıq-aşkar burada yazılır. Yəni çox rahatlıqla siz hər şeylə tanış ola bilirsiniz. Yekun ödəniş gəldi. Mən ödəniş və çatdırılma şərtləri ilə razıyam. Mən alış-veriş şərtlərini qəbul edirəm. İndi al basırıq. Demək, nəzərinizə çatdırırıq ki, məhsulun rezervasiyası 3 günlük sifariş üçün nəzərdə tutulub. Bu müddətdən sonra sifariş ləğv olunacaq və yenidən cəhd etdiyiniz zaman səbətdə olan məhsul üçün ödəniş etmə mümkün olmayacaq. Bu nə ilə bağlıdır? Sifariş vurulursa, həmin an ödəniş həyata keçirilirsə, sifariş real sifariş olaraq paketlənməyə başlayır. Əgər biz bura tuşladıqdan sonra kart məlumatları ilə kartla ödəniş etmiriksə, həmin sifariş, baxın görürsünüz, kart məlumatlarını daxil etməyə yazılır burada. Əgər biz burada sifariş etmiriksə, sifariş ləğv olunur. Amma bizə o lazım deyil. Biz istəyirik ki, sifarişimizi təsdiqləyək. Bura ödəniş hissəsi elə yerdir ki, bunu hər kəs bacarır. Buradan demək yazılır onun bitmə tarixi. Bu xanada isə CVV nömrəsi, yəni kartın arxasında olan 3 rəqəmli kod yazılır.
Qırmızı xətrin altında, yəni ödəniş etmək, aplatit yazılıb. Onu tuşlayan kimi sifariş avtomatik ödəniş olunmuş olur. Yəni sifariş artıq hazırlanır. Mən bu dəfə həmin bu sifarişi hansı formada, bəzən olur, yəni bura qədər kimin sualı varsa xahiş edirəm yazsın ki, yadından çıxmasın. Sonra sonda həmin sualları verərsiniz. Mən bugün nə etmək istəyirəm? Mən buradan ödəniş etmək istəmirəm və buradan çıxmaq istəyirəm. Bir çoxlarının problemlə rastlaşdığı həmin bu hissəyə diqqət yetirmək istəyirəm. Demək, çoxları bura qədər gəlir və bank kartının özünün problemi ilə və yaxud da hər hansısa bir çətinliklə bağlı ödəniş olunmur. Bir dəqiqə. Mən istəyirəm ki, həmin o sifariş düşsün. Server cavab vermir. Bəzən belə hallara da rast gələ bilirik. Ona görə panikaya düşmək lazım deyil. Onlar çünki internetlə bağlıdır, səhifələrlə bağlıdır, heç bir problem yoxdur. Bir balaca gözləyəndən sonra yenidən cəhd eləyə bilirik. Nəzərə alsaq ki, bizim şirkətin məhsul dövriyyəsi axşam saatlarından sonra artıq hesablanmağa başlayır və bu normal haldır. Buradan yaxşı kimi etmək istəyirəm. Neymiş? Sifarişi tamamlayın. Aha. Aha, əla. Mən istədiyim də bu idi. Fikir verdiniz, biz səbətdən hər hansı bir ya serverdə problem oldu və yaxud da kartın ödənişi ilə bağlı, o nömrəyə gələn kodla bağlı gecikmə olanda artıq belə bir pəncərə açılır. Siz səhifədə qalırsınız, amma belə bir səhifə ödənilməmiş sifariş mövcuddur. Ödəniş həyata keçirilməsə o ləğv ediləcək. Biz nə edirik? Sifarişlərə keçməkdə basa bilərik. Yəni bu tuşa da basa bilərik. Fikir verdiniz, avtomatik biz hara daxil olduq? Mənim sifarişlərim və yaxud da buradan çıxış edirəm, daxil oluram bu yarımbaşlıqlar olan hissəyə. Fikir verirsiniz, qırmızı rəqəmlər, qırmızı hərflərlə ödənilməmiş sifariş mövcuddur. Bu deməkdir ki, sizin sifarişiniz tərtib olunub. Sadəcə kartla ödəniş olunmadığına görə həmin sifariş gözləmə mövqeyindədir. Və bura biz avtomatik sağ tərəfdə olan yaşıl xətti vurub, məhsullarımızı bir də nəzərdən keçirə bilərik və sağ tərəfdə yuxarıda gördüyünüz bu X-i basmaqla yenidən qayıdıram həmin hissəyə. Yəni, mənim sifarişlərimi ödəmək sarı olan hissəyə vurmaqla biz avtomatik yenə də kartımızın ödənişlə bağlı hissəyə daxil oluruq. Sifarişi tərtib edirik. Və yenə də həmin ekran açılır. Və bu ekranda biz kartımızın məlumatlarını daxil etməklə ödəniş edirik. İndi biz, yəni bura qədər ümid edirəm ki, sifarişi etmək necə olur, rahatlıqla öyrəndiniz. İndi mən sizə sifariş zamanı necə bir neçə paketi bir sifarişə daxil edə bilərik. Ola bilər ki, hər hansısa bir sifarişiniz var, ofisə getməyə heç cür şərait yoxdur. O bizim üçün problem deyil, çünki biz ofisdə çox vaxt oluruq, xüsusilə də 6-cı günlər bizim offline təlimlərimiz olduğuna görə biz ofisdən 50 manatlıq olmayan sifarişlərimizi rahatlıqla götürə bilirik. Amma bəzən də ola bilər ki, evdən heç cür çıxa bilmərik, təcil bir sifarişimiz var. O cümlədən komandada olan və yaxud da yaxınlığımızda olan bir neçə nəfərin sifarişi var. Bu zaman biz nə edirik? Ən gözəl variant, demək, biz özümüzə lazım olan məhsulu seçirik. Məsələn, bizə lazım olan ən kiçik məhsullardan başlayım ki, mənzərə aydın olsun. Demək, mənə lazımdır
kalsiumlu vitaminlər. 14 manat sifarişi əlbəttə ki, vurmaq, sifariş etmək sərf eləmir. Çünki 5 manat, 10 manat da əlavə ödəniş olacaq. Ona görə biz nə edirik? Ekranda aşağı hissədə mən əslində kompüterlə sifariş verməyi öyrətməyi cəhd elədim. Amma sonradan fikirləşdim ki, hal-hazırda hamının əlində ağıllı telefonlar var və telefonla sifariş vermək daha optimal variantdır. Ona görə də telefon üzərindən sifariş vururam. Kompüterdə daha böyük ekranda görmüş olursunuz. Siz həmin bu ardıcıllığı orada da eləyə bilirsiniz. Demək, ekranın aşağı hissəsində fikir verirsiniz, göy dairənin içində bir yazılıb və bir neçə səbət şəkli var. Həmin o səbətin üzərinə vururuq. Fikir verirsiniz, belə bir səhifə açıldı. Səhifədə nə yazılır? Səbətin yekunu, yəni sizin məhsulunuz burada göstərir, balını da göstərir. Sifarişi paketlər üzrə bölüşdür. Bu nədir? Üzərinə vuran kimi istədiyiniz nömrəni daxil edirsiniz. Məsəl üçün, bir nəfərin kodunu qeyd edeyim mən. 99 25. Bir nəfərə daxil etdim. Əliyeva Dürdanə. Hələ ki boşdur yazılıb. Mən nə edirəm? Həmin o hələ ki boşdur yazılan hissəyə toxunuram və fikir verdinizsə göy işığı yandı. Avtomatik səbətə keçid eləyirəm. Və buradan yenə də sol tərəfdəki 3 xətti vururam və daxil oluram məhsul seçiminə. Məsəl üçün, bu xanım da deyək ki, bir dənə glisin istəyir. Artıq onu da glisinini daxil etdim. Yenə də əgər biz, ola bilər ki, məsələn, 2 nəfərin məhsulu bir yerdə 50 manatdır ötür. Bu artıq məhsulu vurmaq şəraiti yaradır. Ola da bilər ki, biz əlavə bir dənə də kiminsə kodunu daxil etmək istəyirik. Yəni, bir sifarişdə bir neçə dənə nömrəni sifarişə əlavə etməyi izah edirəm sizə. Gəlin bir nəfəri də daxil edək. 58, 16, 35, 25. Görək bu kim oldu? Aha, Şahlan. Olsun. Mən indi komanda üzvlərinin imtiyazlı müştərilərin kodları ki, hansılar ki, yadımda da onları deyirəm. Siz bəlli məsələ ki, kimə vuracaqsınızsa, onları yazırsınız. Yenə də ekranın aşağı tərəfində 3 xətt lupa şəkli olan hissəyə toxunuram və yenə bu yarımbaşlıqlar hissəsinə daxil oluram. Bilirəm ki, ümumi demək 26 manat var. Bizə 24 manatlıq məhsul kifayət edir ki, məhsulumuzu vura. Ola da bilər ki, kimsə IQ box istəyir, məsəl üçün. Şəhla xanım IQ box istəyir. Biz aşağıda fikir verirsiniz, ümumi məbləği keçdik. Demək, burada fikir veririk. Məhsullara bir də baxırıq. Mənim paketimdə, mənim sifarişim yerindədir. Dürdanə xanım öz sifarişini vurub, Şəhla xanıma da lazım olan sifarişini vurmuşuq. Ümumi yekun məbləğ edir 59 manat. Çox rahatlıqla biz sifarişi tərtib edə bilirik. Artıq sifarişin son etapı, bayaq sizə izah etdiyim kimi, təhvil alma üsulunu dəyişə də bilərik və yaxud da ki, hər 3 nəfərdən hər hansısa bir məhsulu götürəcəksə, onun ünvanını daxil edirik. Bayaqki kimi eyni qaydada. Əgər bonuslarla ödəniş ediriksə, buradan edirik. Etmiriksə, heç bir şeyə toxunmadan avtomatik səhifənin lap aşağı hissəsinə gəlirik. Sifarişi tamamlayın. Baxın, sifarişi tamamladıq. Sifarişi tamamladıq. Yenidən belə bir səhifə açıldı ki, biz bir daha nəzarət edirik. Yəni, digər platformalarda da onlayn sifarişlər var. Bunlar haqqında az-çox məlumatım olduğu qədərlə deyirəm ki, ən asan, rahat üsul bizdədir. Çünki bir neçə dəfə təkrarən biz səbətimizi nəzərdən keçiririk. Və yenə də fikir verirsiniz, burada artıq
Çox gözəl bir, mükəmməl bir cədvəl var və cədvəl üzrə kim hansı məhsulları vurub göstərir, hətta yanında balı da göstərir. Bu ən çox nə zaman bizim köməyimizə çatır? Ay sonuna yaxın kimlərinsə xəbəri olmadan balları azdısa və yaxud da hər hansısa bir məhsul vurmaq istəyirlərsə, bu formada, yəni ballara fikir verməklə biz bunu tamamlamış oluruq. Yenə də gəldik həmin hissəyə. Mən ödəniş və çatdırılma şərtləri razıyam. Alış-veriş şərtlərini qəbul edirəm. İndi al vururam və belə bir xana açılır yenə də. Buradan yenə də kart məlumatlarını daxil edirəm. Aplatit vururam. Məsəl üçün. Və mənə gələn kodu ekranda yazılan xanaya daxil edirəm. Kartımdan ödəniş gedir. Yəni kartla ödənişi demək olar ki, son zamanlarda hamı bilir. Bunun üçün heç bir çətinlik olmur. Bu sifarişimiz də belə. Aydan xanım, mənim səsim yaxşı eşidilir. Çünki internet bizdə yoxdur. Mən megabaytla daxil olmuşam artıq. Bəli, bəli, yaxşıdır. Okey. İndi nəzərə alasınız ki, megabaytla daxil olduğuma görə biraz gecikmələr olur. İnşallah ki, izahım hər kəsə aydındır. Bilirsiniz, bu artıq ikinci sifarişdir ki, ödənməmiş sifarişlər siyahısına daxil olur. Biz rahatlıqla həmin bu sifarişi təkrarda edə bilərik və yaxud ola bilər ki, hər hansı bir səhviniz olub, o sifarişi vurmaq istəmirsinizsə, heç bir şey etmirsiniz. Sifariş avtomatik bir gün ərzində, 2 gün ərzində avtomatik ləğv olunur. Yəni, əgər kartla ödəniş olunmursa, dövriyyə hesabatı getdikdən sonra ləğv olunma baş verir və sizin hesabınızdan ödədiyiniz məbləğ asanlıqla hesabınıza qayıdır. Ümumiyyətlə, mən sizlərə onlayn sifarişlə bağlı hər hansı bir çətinliyiniz olarsa, yəni sifariş edildikdən sonra Səbinə xanım, səsiniz gəlmədi. qeyd eləyin hamınız. Demək, 012 bu Bakının kodudur. 567 7707. Bu nömrə ilə əlaqə saxlamaqla sadəcə gün ərzində saat 8-ə qədər, 9-a qədər səhv eləmirəmsə cavab verirlər. Başqa cavab vermədikdə səhəri günü həmin nömrəyə zəng eləyirsiniz, daxil olursunuz. Tutalım ki, siz sifarişdə hər hansı bir dəyişikliklər eləməksiniz, yəni mobil nömrəni dəyişmək istəyirsiniz. Fikir verirsiniz burada. Sifariş nömrəsi qırmızı hərflə yazılıb 130 238 50 80. Həmin bu sifariş nömrəsini qeyd eləməklə deyirsiniz ki, həmin sifarişdə çatdırılma ünvanı ilə bağlı və yaxud da ki, mobil nömrə ilə bağlı dəyişikliklər etmək istəyirəm. Həmən sizə kömək edirlər. Yəni, internet üzərindən sifariş, onlayn sifariş bir rahatlıq. Mərkəzlə əlaqə saxlayanda da başqa bir rahatlıqdır. Operativ məlumat, operatorlar çox gözəl işləyirlər, operativ də məlumat verirlər və həmən dəyişiklikləri tətbiq edirlər. Demək, bu barədə məncə burada mən hər şeyi vurğuladım. Ümid edirəm hər şey aydındır və mən bir məsələndə çox vaxt hədiyyələrin, xüsusilə də Klub 200-ün hədiyyələrinin götürülməsi ilə bağlı yaranan sualları və o hədiyyələrin bir sifarişdə, xüsusilə onlayn vurulmasında çox zaman çətinliklər olur ki, onlara da aydınlıq gətirmək istəyirəm. Demək, mən daxil oluram bir qızımızın Klub 200-ün hədiyyələri qaldığına görə onun hesabından istifadə edəcəyəm. Əyani vəsait kimi. Aha, avtomatik çıxdığına görə daxil oluram. Demək, bu bizim Kərimova Kəmalə.
Bonus hesabı da olmasa, biz yenə daxil edirik. Fikir versiniz, mükafatlar 200. Biz üzərinə basmaqla baxırıq ki, demək 125 manatlıq bunun hədiyyəsi var, 200 ballıq hədiyyəsi var. Keçən aydan da müəyyən məbləğ qaldığına görə üstünə daxil olur. Çox zaman belə bir sual yaranır ki, əgər mən balansımdakı hədiyyəni, məsələn 125 manatlığın 120-sini işlətsəm, 5 manat qalsa nə olur? Heç nə olmur. Həmin məbləğ avtomatik olaraq növbəti aya daxil olur. Bu qızımız da keçən aydan 4 manat 70 qəpiyi ehtimal ki qalır və o 125 manatın üzərindən əlavə olunub. İştirak et. İştirak et. Aha, fikir verdiniz. Klub 200 üzrə dəst aktivləşdirilib. Yəni bura artıq X basıb çıxırıq və başlayırıq həmin mükafatları seçməyə. Tutalım, biz hədiyyələri seçirik. Bir də nə istəyik zaten. Bu, bir məsələni də vurğulayım ki, demək, aksiyaya daxil olan məhsullar 200 kluba daxil deyil. Yəni, biz aksiyaya daxil deyil, belə deyək. Klub 200-ə siz yalnız, məsələn, mən burada əyani göstərim, aksiyalar hissəsinə daxil oluruq. Və burada çox vaxt özləri ekranda belə bir işarə gəlir. Fikir verirsiniz, aksiyalar üzrə məhsullar mənim paketinə əlavə ediləcək. Yəni, bunları siz 200 kluba deyil, birbaşa bala hesablanan formada götürəcəksiniz. Amma endirimli məhsulları fikir verirsiniz, götürmək olur. Gəlin, buradan da bir-iki məhsul seçək. Xanımların vazkeçilməzi. Demək, belə bir məhsullar seçək. Deyək ki, biz artıq hədiyyələrimizi seçmişik və onun üçün daxil aşağıda yenə də görürsünüz, səbətdə 20 manat yazılıb. Yəni, bu deməkdir ki, hədiyyə dəstimiz aktivləşib. Və daxil oluruq, nəzarət eləmək üçün ki, bizim nə qədər məbləğimiz işlənib. İstifadə edilib 101 manat 50 qəpik. Məhsullarımıza bir daha baxırıq ki, yadımızdan çıxan və yaxud da ki, əlavə vura biləcəyimiz, ola bilər əlimiz deyib, neysə keçib, bunu nəzarət eləmək lazımdır. Biraz da aşağı düşdükdə, baxın, Klub 200 proqram şərtləri haqqında məlumat almaq istəsəniz ora baxa bilərsiniz. Mümkündür 28 manat 20 qəpik. Yəni, bu o deməkdir ki, 28 manat 20 qəpik qalıb və biz bunu istifadə edə də bilərik, etməyə də bilərik, gələn aya da keçə bilər. Biz bundan yekunlaşdırmaq istəyirik. Amma bir məsələ var. Axı biz 20 manatlıq sifarişi onlayn vura bilmirik. Daha doğrusu vura bilirik, əlavə ödəniş gəlir. Bunun üçün nə edirik? Onsuz da biz 200 klubu saxlamaq üçün məhsul dövriyyəsi etməliyik. Və sifarişlərimiz var hər ay. Onun üçün nə edirik? İzah etmədən bastım. Demək, yenə də ortada səbətlər şəkli olan hissə aşağıda, orta hissədə fikir verdiniz. 20 manatın yanında səbətlər olan hissəyə vururuq və belə bir səhifə açılır. Belə bir ekran qarşımıza gəlir. Artıq klub 129 manatdan 101 manat 50 qəpik işlənilib. Bu bizi məbləği oradan göstərir. Mənim paketim hələ ki boşdur yazıb. Buna vururuq, daxil oluruq və düşürük aşağı, səbətə keçid edirik. Səbətə keçid edən kimi yenidən biz daxil oluruq səhifənin aşağısında bu 3 xətt lupa ilə olan hissəyə və tutalım ki, özümüzə lazım olan məhsulları seçirik. Bir məsələni qeyd edeyim. Bəzən olur, məhsulu saatlarla axtarmağa məcbur olur. Bir çoxlarında mən rast gəlirəm buna. Hər zaman vurğulayıram. Təyinatına görə məhsullar bu başlıqla yazılır. Təyinat, drop işarəsi seriyalar var. Baxın, seriyaları vurduqda, məsəl üçün, mən mineralları vurmaq istəyirəm. Və yaxud da ki, botanik seriyasından hər hansı bir məhsul vurmaq və yaxud da mən vurmaq istəyirəm, birinci hissəni basıram. Super Natural Nutrition, demək, eko paketi vurmaq istəyirəm mən. Tutalım ki, mən Neurovision vurmaq istəyirəm. Bu mənə sərfəli şərtləri göstərir. Daha ətraflı basıram.
və avtomatik daxil oluram aksiyalar səhifəsinə. Fikir verirsiniz, baxıram ki, mən əgər bu aksiyanın məhsulu götürərəmsə, bu məhsullardan biri mənə hədiyyə düşmüş ola bilər. Seçirəm birini, davam et, səbətə əlavə et. Demək, əla, aksiya tamamlandı və səbətə əlavə olundu. Növbəti aksiyaya keçid etmək istəyiriksə, bu hissəyə vururuq. Geri vurmaq istəyiriksə, mavi hissəyə vururuq. Geri. Və yaxud da yuxarıdan X-la çıxırıq. Yenidən qayıdırıq biz səbətimizə. Çünki biz Neurovision'ın birini daxil etdik, digərini isə aksiyadan götürdük. Nə etməliyik? Bizə aksiyanın olan sərf etdiyinə görə, baxın, görürsünüz, aksiyanın bu formada yazılıb. Biz nə edirik? Asanlıqla X-i vururuq. Burada məhsulun adının yanına yazılan X-i vururuq. Avtomatik həmin məhsul səbətdən silinir. Bizə lazım olan aksiyadan olan hissə qalır. Əla, demək, nəzər yetiririk ki, bu məhsullar belə yerindədir və burada hal-hazırda mövcud olan bir aksiyamız, yəni 75 AZN-dən və daha çox məbləğdə alış-veriş et və məhsullardan birinə 40% endirim qazan. Seçim edirəm, daxil oluram bura, yenə də seç, davam edin. Birinci addım olaraq hansı məhsul istəyiriksə, məsəl üçün bunu seçirik. Tamam ki, biz yeniləyici bitki peptidləri ilə onu seçdik, davam edirik, səbətə əlavə edirik. Aksiya tamamlandı. Əla. Demək, biz bu aksiyadan da yararlanmış olduq. Avtomatik qalxırıq yuxarı, nəzərdən keçirmək istəyirik ki, məhsulumuz yerindədir, bəli. Fikir verdiniz, məhsul 40% endirimlə bizim səbətimizdədir. İndi eynən bayaqki kimi. Demək, yenə də biz səbətdəyik artıq və səbəti yekunlaşdıra bilərik. Sifarişi tərtib etmək. Avtomatik bura tuşlayanda yenə eyni qayda ilə buradan artıq ünvan qeyd edirik. Bayaq izah etdiyim kimi sadəcə burada ünvan hazır olduğuna görə avtomatik gedir. İstəyirsiniz bir daha təkrar olsun deyə yenidən qayıdaq. Yeni ünvan seçək. Demək, kuryer tərəfindən. Demək, biz bura yeni ünvan yaratmaq. Yeni ünvan yaradırıq. Məsələn, hara yazaq? Bu dəfə Bakı yazaq. Bakı, Baku, Abşeron, Azərbaycan. Bura daxil oluruq. Məsəl üçün, yazırıq. Alım, Buzovna. Bəzən olur, biz yuxarıdan da Buzovna yaza bilərik. Buradan da yazmaq olar. Məsəl üçün, Gənclik küçəsi. Gənclik küçəsi, məsələn, 23. Evin nömrəsini yazırıq, tutalım 56. İndeksi daxil etmək üçün biz avtomatik yenə daxil oluruq Google Chrome-a. Çünki Google-da biz artıq öz səhifəmizdəyik. Google Chrome-a daxil oluruq. Həmin bu ünvanı yazıb, Buzovna qəsəbəsi, Gənclik küçəsi 23 yazırıq və orada mən indi adresi, yəni ünvanı təxmini yazdığıma görə mən onu yazsam indeks çıxmayacaq. Amma sizdə olan konkret dəqiq ünvandırsa, onu yazırsınız və indeksi daxil edirsiniz bura. Məsəl üçün, bu indeksdir. Fikir verdiniz, artıq sifariş hazırdır. Hazırdır hissəsini basan kimi biz artıq həmin ünvanı görəcəyik. Fikir verdiniz, baxın, ünvan düşdü bura. Sadəcə biz bu sifarişi tamamlamırıq, çünki həmin ünvana getməməlidir, başqa ünvana getməlidir. Nümunə olsun deyə mən sizlərə belə bir şey göstərdim. Buradan əlbəttə ki, nömrəni qeyd edirik. Bəzən də məsəl üçün deyək ki,
Salmanova məsəl üçün xəyali alacaq. Və Abi, buradan səsin getdi, əvvəl nə dedin? bəli, Səsin getdi, əvvəl nə dedin? hə. Demək ola bilər ki, məsəl üçün mən öz səhifəmdən və yaxud da ki bu Kəmalə xanım öz səhifəsindən başqa adama məhsul göndərir. Məsəl üçün öz xalası qızına məhsul göndərir, belə deyək. O zaman həmin bu adamın ad soyadı ilə sifariş çatdırılır. Yəni sifariş yığılanda onsuz da Kəmalə xanımın adına yığılır. Amma məhsulu alan adam xəyali olduğuna görə onun adına gedir. Belə xırdalıqlar da var. Bura qədər məncə mən hər şey haqqında məlumat verdim. İndi isə ekran dayandır. Aha. Səsim gəlir. Gəlir. Aha. Çünki Wi-Fi ilə bağlı problem var. Mən baxıram ki, tez-tez megabaytdan Wi-Fi-yə, Wi-Fi-dan megabayta keçir ona görə. Ümid eləyirəm ki, kifayət qədər məlumat verə bildim. Və onlayn sifarişlə bağlı diqqət edəcəyiniz məsələlər. Birincisi, şəxsi kabinetə ümumiyyətlə şirkətin rəsmi saytından daxil olun. Yəni sifarişlərinizi səbətə yığdıqdan sonra bir neçə dəfə təkrar yoxlayın. Yoxladıqdan sonra artıq ünvanı yazırıq və indeksi unutmuruq. İndeksi tapma qaydasında izah etdim. Bundan sonra ad, soyad, mobil nömrəyə fikir veririk. Əgər məhsulu mən özüm alıramsa, ad, soyadım oradadır. Ola bilər ki, mən öz səhifəmdən sifarişi başqa bir adam üçün vurmaq istəyirəm. Məsəl üçün, yaxın bir adamı xalam üçün vurmaq istəyirəm. Orada xalamın da adını qeyd edə bilərəm. Amma bu heç vacib məsələ deyil. Çünki çatdırılma zamanı onsuz da elə bir formada çatdırılma nəzərdə tutulub ki, biz məhsulu aldıqda artıq məlumat gedir ki, kuryer məhsulu çatdırdı. Belə. Ümid edirəm ki, faydalı məlumatlar oldu. Kiminsə sualı varsa, indi başlayaq sualları cavablandırmaqla. Və bir neçə məhsulun, yəni bir neçə kodun bir sifarişdə, bir paketdə bir neçə adamın adına, bir neçə belə deyək də sifarişlərin bir yerə yığılmasını gördünüz. 200 klubuna aid olan məhsulları daxil edəndən sonra şəxsi paketimizə necə daxil ola bilirik, onu izah etdim. Bunlarla bağlı hər hansısa bir sualınız varsa, buyurun. Səbiş axşamı xeyir olsun bir daha. Bax orada Aşağıdasınız. qeyd eləmişsən, məsəl üçün mərkəzlə əlaqə saxlamaq 8-ə qədər ola bilər nömrəni dəyişmək. Orada məhsulu dəyişmək olur mərkəzlə, yoxsa özümüz eləməliyik? Yox. Sifarişin dəyişdirilmə məsələsini bilmirəm, elə bir şey etməmişəm. Amma ola bilər ki, məsəl üçün nömrəni verib adam, sadəcə bir rəqəmi səhv verib. Və 2 gündür biz sifarişi gözləyirik, yoxdur. Zəng edirik ki, filan nömrə, oradan baxıb deyir ki, filan nömrə vermisiniz bizə. Və biz oradan üzr deyirik, əlbəttə ki, dönə-dönə tapşırıram həmişə məhsul vuranda ki, mütləq şəkildə hansı mobil nömrə ilə əlaqə saxlanınca o mobil nömrəni düzgün yazın, düzgün qeyd edin.
Nömrə ilə bağlı və yaxud da sifarişin niyə gec çatmağı, bu çox nadir hallarda olur, sizə bildirim ki, çox nadir hallarda olur. Əsasən ay sonlarında məhsul sifarişinin çoxluğu ilə bağlı bəzən ola bilər ki, məsəl üçün bu gün vurduğumuz sifariş sabah yox, birisi gün çata bilər. Və bəzən də olub ki, adətən deyirlər ki, saat 8-ə qədər, yəni axşam saat 8-ə qədər vurulan sifarişdə növbəti gün ərzində çatdırılma edilir və 8-dən sonra olan məhsullar sabaha yox, birisi günə çatdırılır. Olub ki, biz 8-dən sonra da sifariş vurmuşuq, sifariş növbəti gündə çatdırılma ediblər. Bu indi ola bilsin ki, sifarişin azlığı ilə bağlıdır və yaxud da ki, işçilər operativ işləyiblər həmin dəqiqə, nə ilə bağlıdırsa, yəni belə hallarda rast gələ bilirik. Amma ümumilikdə, əgər bugün saat 8-ə qədər vurmuşuqsa sifarişi, növbəti gün sifariş bizə çatdırılır. Sifariş çatdırılması çox rahatdır. Kuryerlər həqiqətən çox nəzakətlidir. Yəni heç bir problem olmur. Əlbəttə ki, sifariş vurmaq, yenə də deyirəm, uzaq məsafədə yaşayan insanlar üçün nəzərdə daha çox uyğundur. Bizim üçün o barədə problem yoxdur. Yəni ofisə yaxın olanlar, ofisdə bütün gün ofisdə olanlar, ofisə tez-tez gəlib gedənlər üçün bu problem deyil. Sadəcə işimizin bir hissəsidir, yəni vacib bir hissəsidir və elə bir dövrdə yaşayırıq ki, internet əsridir. Ona görə də onlayn sifarişi də bilməmək məncə bizim işimizdə ayıb sayılır. Ona görə ümid edirəm ki, hər kəsə faydalı oldu. Başqa sualı olan varsa, Xeyir olsun. hər vaxtınız xeyir. Mən bir Buyurun sual Əsma vermək xanım. istəyirəm. Çox Buyurun. sağ olun. Daimilik klubunun hədiyyəsini biz internet mağazadan götürə bilirik, yoxsa yox? Və götürürüksə, necə götürürük? İzah elədim axı onu. Onda yəqin ya sizin internetlə Sizin bağlıdır. internetiniz dondu. Mən bu arada nömrəni də götürə bilmədim. Elə onu da deyəcəkdim. Mən eşidə Aha, bilmədim. nömrəni vurğulayıram, nömrə problem deyil. Amma onu göstərmək üçün mən bir də geriyə təzədən qayıdım. Zapisdə olduğuna görə yəqin Aha. ki, Aydan xanım. Hə, zapisdə var Nəsbə xanım, yəni narahat olmayın. Məndə ora Hər dondu. Bilmədim. Aha, problem yoxdur. Mən onu da izah elədim. Əgər hər hansısa bir çətinliyiniz olarsa, indi vaxt almayaq digərlərinin. Çətinlik olarsa mən sözsüz kömək eləyə bilərəm. Təşəkkür. Həmin o onlaynın nömrəsini istəyirsiniz qeyd eləyin, bəlkə kimsə də qeyd eləyə bilməyib. 012 bu mobil nömrəni yığmaq üçün mütləq şəkildə lazımdır. Demək 567 aha 77 07. Təşəkkür edirəm. Buyurun, buyurun. Təbii Başqa sən sual olur. klubu izah elədin, hədiyyəni. O 50-yə də aiddir də. Onun yəqin ki, daimi klubuna da aiddir. Məsələn, 20 manat Daimilik klubun bir şey vurğulayım. Çünki daimilik klubu hal-hazırda mənim əlimdə olan bir baxdım hesabata mən bugünkü kimi nəyi göstərə bilərəm. Mənim komandamda yəni hal-hazırda 50 yoxdur. Keçən ay yox var idi. Keçən ay olsaydı izah edə bilərdim. Orada necə olur? Yəni mən belə şifahi formada deyim. Demək, daimilik klubunu, yəni imtiyazlı müştərilərin daimilik klubunda bu necə olur? Məsəl üçün, 6 ay ardıcıl olaraq vurub, indi 7-ci ayda məhsul götürməlidir. Bir məhsulu səbətə daxil eləyən kimi avtomatik o mən göstərdim siyahıda səhifənin aşağısına qədər daxil oluruq. Eynən həmin hissədə yazılır ki, daimi hədiyyə mövcuddur. Belə şeydə qrafada yazılır ki, hədiyyə mövcuddur və siz ora basmaqla hədiyyəyə daxil olan məhsulların siyahısını görə bilirsiniz. Yəni bir-bir məhsulların şəkilləri gəlir və istənilən məhsulun üzərinə toxunmaqla məhsulu seçə bilirsiniz, seçib ata bilirsiniz. Səbətə də əlbəttə ki. səbətə atırsan. Sonra bir dənə o hədiyyə hər halda onlayn çatdırma olmur. Yox, çatdırılma olmur. Bir tək hədiyyəni götürmək üçün əlbəttə ki, ofis məsləhətdir, amma mən bundan bir məsələ vurğulayım da sizlərə. Qəşəng bir life hack deyim. Hədiyyəniz var və hədiyyəni götürmək üçün bəlli məsələ ki, 50 manatlıq sifariş vurmalısınız. Bu həmin adamın 50 ballıq dövriyyədə qalmasını stimullaşdırır. Sizin də dövriyyənizdə 50 bal edir. Yəni biz o adamın hədiyyə şansını itirməməyini ona göstərmiş oluruq. O cümlədən də bizə dövriyyə olur. Axşamınız xeyir olsun, Səbinə xanım. Hər vaxtınız xeyir.
Səbinə xanım, bilirəm Bəli. geri qayıtmaq biraz çətin olacaq. Belə, yəni sözlə də desəz, yəni kifayət eləyir də mənə. Aha. O indeks yazılan yeri, indeksi tapmaq yeri. Uşaqlar biraz səsi ilə də tam dəqiq eşitmədim. Onu bir də Aha. söz olsa eybi yoxdur deyərdiniz də, Demək, onu necə tapırsınız? indeksi tapmaq üçün Qızqay xanım ən asan yol. Google-a daxil olursunuz. Google-a yəqin ki, axtarış verə bilirsiniz də. Google-a daxil olursunuz, ünvanı yazırsınız. Ünvanın ardınca yazırsınız poçt indeksi. Poçt indeksi vuran kimi avtomatik həmin ünvana aid hansı indeks varsa o daxil çıxır. Bəzən də olur ki, məsələn mən bu yaxınlarda sifariş vurdum Mingəçevir şəhərinə. Poçt indeksi yazanda 3 dənə poçt çıxdı həmin şəhərdə. Biri şəhərin girişində idi, bir neçəsi də fərqli-fərqli yerlərdə. Mən əsas indeksi vurdum, yəni əsas poçtu vurdum. Xanım dedi ki, hə, problem yoxdur. O şəhərin girişindədir, mən yaxınlaşıb oradan götürə bilərəm. Bu rayonlardakı poçtlarla bağlı bir məsələ var ki, yaxşı olar ki, həmin adamın özünün yaşadığı əraziyə uyğun poçtu vurasınız. Çünki bəzən olur axı böyük qəsəbələrdə, məsəl üçün bu qəsəbələrin özünün də poçtu olur. Bir də şəhərə getməyə ehtiyac yaranmır. Ola da bilər ki, mümkün deyil. Yəni həmin bu adam yaşayır kənddə, bu adamın indeksi onsuz da mərkəzi göstərir, yaxınlaşıb mərkəzdən götürəcək. Bakı daxilində indeks sadəcə sifarişlərin optimal vəziyyətdə, optimal variantda çatdırılmasını, yəni ünvan olaraq kuryerlərə düzgün paylanması üçün vacibdir. Başa düşdünüz nəyə görə yəni indeks vacibliyini vurğulayırıq həmişə? Başa düşdüm. Məsələn, bizdə indi rayonda da var. Yəni yaşadığımız yerdə, yəni ki, başqa indi biz Türkiyədə deyik, Cavadda da var da post. Aha. Yəni, onun indeksini yazmaqdan ötkü Sabirabad Cavad yazmalıyam, yoxsa necə? Hə, onu bölgə olaraq Qızqay xanım, siz öz poçtunuzdan soruşun, həmin poçtla əlaqə yaradın. Yəqin ki, mobil əlaqə nömrələri var. Aha, yaxşı, Siz yaxşı olur. oranla daxil olun, ora zəng eləyin, soruşun ki, mən poçt indeksi yazmalıyam. Sizdə ünvan olaraq indeksə konkret hansı gedir? Çünki onlar daha yaxşı bilirlər. Biz məsəl üçün onu internetdən baxa bilərik, bu biraz vaxt aparar, başqalarının haqqına girməyək. Yəni sizdə individual məsələdir də. Əgər sırf o sizə yaxın olan poçta vurmaq istəyirsinizsə, bir gün ya yolunuz düşəndə poçta daxil olun, ya da elə nömrələrini tapın. Var da, internetdə bütün poçtların əlaqə nömrəsi var. Yəni neçə dənə, əgər bölgə üzrə neçə dənə poçt varsa, hamısının əlaqə nömrəsi var. Zəng eləyirsiniz ora, soruşursunuz ki, mən məsəl üçün indeksi yazmalıyam da. Burada ünvan olaraq vacib deyil. Məsələn, ünvan siz öz ünvanınızı da yaza bilərsiniz. Əsas odur ki, hansı poçta, rayonlarda buna diqqət etmək lazımdır. Hansı poçta çatdırılacaqsa, o poçtun indeksi düzgün yazılsın. Oldu. Çox sağ olun. Allah razı olsun. Buyurun cümləmizdən. Başqa sualı olan? Bir də ən vacib sual, hansı günlərdə vurulur? Məsələn, bazar günlər işləmir də çatdırılma. Məsələn, 5-ci Onlayn sifarişin həftə günlərinin aidiyyatı yoxdur. Sadəcə biz bilirik ki, əgər biz sifarişi 6-cı gün vurmuşuqsa, bazar günü çatdırılma olmayacaq, 1-ci gün olacaq çatdırılma. Bunu nəzərinizdə saxlayın. Tutalım ki, sizə təcili olaraq əgər sifariş lazımdırsa, 5-ci gün mütləq vurmalısınız ki, 6-cı gün çatdırılma olsun. Amma 6-cı gün vurulsa 1-ci günə çatdırılır. Amma sifarişi vura bilərik də, o qalır, sadəcə 1-ci günə. Sifarişin problemi yoxdur. Onlayn sifarişi, bax, onlayn sifariş, biz həmişə deyirik, bizim işimiz rahatdır, çox rahatdır. Onlayn sifariş bizim işimizin rahatlığının bariz nümunəsidir. Yəni, istənilən anda, istəyirsən gecə saat 3-də zakaz elə, sifarişini vur. İstəyirsən oturduğun yerdə, istəyirsən yolda, fərqi yoxdur. Onlayn sifarişi istənilən halda vura bilirik. Ofislərdən sifarişi biz necə götürə bilirik? Yalnız ofis işləyəndə. Amma onlayn 7-24 işləyir. Sadəcə çatdırılma bazar günü mövcud deyil. Çox sağ olun. Buyurun. Başqa suallar var? Aydan xanım, məncə suallar yoxdur. Ümid edirəm ki, hər kəsə faydalı oldu məlumatlar. Çox sağ ol Səbinə xanım, təşəkkür edirik. Xırdalıqlarına qədər bütün detalları izah elədin səbrlə. Allah razı olsun, həqiqətən də hamımıza faydalı oldu. Çox sağ olun, üzr Təşəkkür istəyirəm. Əgər internetlə bağlı donma məsələsi oldusa, buna görə üzr istəyirəm.
Heç nə olmaz, problem yoxdur. Əsas Başqa odur da ki, nə sual oldu? əsərlər Mən həmişə aha. Zapis oldusa lap əla. Çünki çoxumuza lazım idi bu. Yeni qeydiyyatdan keçənlərin hamısına lazımdır. O cümlədən mənim də yeni qeydiyyatdan keçənlərin. Çox sağ ol, təşəkkürlər. Hər kəsə uğurlar. Belə. Sağollaşaq Aydan xanım. Sağ olaşaq, hə. Gecəniz xeyrə qalsın. İnternet gedir. Xeyrə qarşı. Siz sağ olun. Təşəkkürlər. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Admin sənsən. Səbişsən bağla. Aha, tamam. Şu.